Fəsul xitab. Müəllif özü deyir ki, bir, ya hədislər düz deyil, ya nə deməkdir, sən alimsən, bilən ki, ya bu, ya odur, dəqiq bilmədən niyə qərar qəbul edirsən? Sən ya hədislər. Dəqiq bilmirsən, vurmuş aləmin bir-birinə. Bilmirsən, niyə deyirsən ki, Quran-ı Kərim tərif olub? Ya hədislər düz deyil, iki, ya bir-birinə uyğun deyil, yəni biri elə, biri belə deyil. Ya barmaq hesabı raviləri var. Yəni ki, ravilərin az olması, az rivayət olunub da bir-iki nəfər deyib. Özün ən azından 3 dənə söz deyirsən kitabında. Ya bu problemlər varsa, bəs niyə deyirsən ki, Quran-ı Kərim tərif olub? Ya ravisi etibarsızdır, ya ravisi azdır, ya hədis ümumiyyət özü kökündən səhvdirsə, sən bunu niyə deyirsən? Seyyid Şərafuddin Amuli deyir ki, Carullah Cəzariyə deyir ki, bu nadanlıqdan Allaha pənah. Çünki Cəzari oxumuşdu da, Cəzari demişdi, onun sözündə bu Mühərris Nuri öz kitabında deyib. Amuli o alimə bir növ eyb tutur. Ki, ayıb də səhəçin. Bu nadanlıqdan Allaha pənah. Yəni, sən özün alimsən, özünə ayətullah deyirsən, bu nə böyük səhv sən eləmirsən ki, bütün cəmaat səhv sənə, məhz sənə görə şiələr Quranı təhrif edirlər. Əvvəla şiə yox, şiənin içində olan əxbarların bir üzvü sən demirsən. Hər əxbar deməyib, hər şiə deməyib. Sənin fikrində o. Bütün aləmin, İslam aləmin fikri deyil o. Və bütün şiələrin fikri deyil o. Ya bizdən xəbərsizdir, yəni hələ o bizi tanımır, yəni. Özün daha savadlı bilir bu mənada, ya qəsdən eləyir. Ağlı, yüngül insanlar şəkk eləyərlər. Ağlı, yüngül insanlar şəkk eləyərlər. Sən bizdə vəsvası, məsələn, hər şey birdən o şey oldu, birdən batildir, mən məsələn bunu yeməyim, o məsələn kalbasa yeməyim, ay filan şey geyinməyim, ay birdən qiblə belənçi olar, ay bilən bu şəkil, yəni vəsvas insanlar, ağlı az insanların xüsusiyyətidir. Seyyid Möhsin Əmin Amuli İbn-i Cəzmə deyir ki, böhtan və yalan nisbətlərdir. Yalan danışmısınız siz. Mərhum Əlləmə Təbətabai gəlib deyir ki, bu məsələlər, subutları bölür iki hissəyə. Təhəddi alələri, yəni meydan oxumaq alələri varsa, mən Quran-ı Kərim möcüzədir, tərif olmaq. İkinci, rəvayətlərdir. Yəni etibarlı mənbələr və hədislər də söylüyor ki, Quran-ı Kərim tərif olmayıb. Xüsusən də təqdim hədisi. Yəni, əgər müəyyən bir məsələnin haqq və batilliyi barəsində bilməsəz, Quran-ı Kərimlə müqayisə eləyin, onu Quran-ı Kərim təqdim eləyin. Hə, yox. Mühərris Nuri deyir ki, Quranda Əhl-i Beytin ad və fəzilətləri var idi. Buna fikir verin. Buna bir söz deyil. Buna qəşəng bizim 5 cavabımız var. Gəl bir söz deyil. Deyir ki, Quranda Əhl-i Beytin adları vardı və onların var nə? Fəzilətləri, filan xüsusiyyətləri. Amma təhrif olub, amma dəyişilib. Bunu onu deyir. İndi bizim ona cavablarımız. 1. Bəs nə üçün imamlar və Səlman kimi böyük şəxsiyyətli sahabələr nə üçün Əlinin xilafəti üçün bu ayə əsaslanmayıblar? Deyirlər ki, cəmaət, Quranda var Əlinin adı, Əli filan. 1. İkinci, ya tarix boyu hansı imam bu iddianı bildirib? Hansı imam deyir ki, Quranda imamın adı var, imamlarımızın və olan xüsusiyyətləri. Hansı imam bu iddianı irəli sürüb? Bu 2. Üçüncü, nə üçün xilafət məsələsində yalnız Peyğəmbər hədislərinə əsaslanır, amma aləmizə yox. Demişsə xilafət, qədr-oxum filan, onda elə bütün şairləri hədisə kənara qoyardılar. İmamlar tarix boyu. Deyərlər Quran-ı Kərimdə bax var ki, imamətin məsələsi barəsi bax bu ayə bildirir ki, Əli vilayətdir, Əli rəhbərdir. Və niyə ona əsaslanmadılar? Əsaslandılar hədislərimizə. Deməli, yox,
olmayıbdı o açıq aşıq aləmimiz imamımız barəsində. Dördüncü, ayə xilafət barədə olsaydı, Peyğəmbər qadoxumda bəs nəinki onu demədi. Ay cəmaət, Allah deyir ki, Əlidir məndən sonra xəlifə. Bəs o nə Peyğəmbər deməyib, əgər Quran-Kərim dövründə, Peyğəmbər dövründə həmin adə imamın adı var desə, deyir ki, Vallahu ya'asimuk minən-nas. Allah səni cəmaatdan qoruyacaq ey Peyğəmbərimiz. Hələ adları varsa, hələ Peyğəmbər onun əsasən sözün deyərdi də. 5. Bəs nə üçün, son cümləmizdir, bəs nə üçün ölüm ayağında Peyğəmbərimiz vərəq və qələm istəyir? Ayələr olsaydı istəyərdi, vərəq qələm istəyir ki, yazsın müəyyən cümlələr, Əlidir, imamdır, rəhbərdir, filan. Hələ Quran-Kərimdə imamın adları varsa, onun xüsusiyyətləri. Yəni nədir xüsusiyyət? Əli sizin rəhbəriniz məndən sonra, Əli xəlifədir. Bu kimi ayələr var idisə, Peyğəmbər nə üçün qələmlə də vərəq istəyir? Bu qədər dərsimiz bitdi. İnşallah gələn dərs biz davam edəcəyik bu mövzunu. Allah elimizi artıq etsin. Allah imanımızı kamil etsin. Amin. Allahümme salli ala Muhammed ve ala Muhammed ve acil feracahum.